Yay fəslində zəhərlənmələrdən qorunmaq üçün qida rasionumuza xüsusi fikir vermək lazımdır. Yayda temperaturun yüksək olması zərərli bakteriyaların inkişaf üçün zəruri şərait yaradır və qida məhsulları tələf olduğundan zəhərlənmələr baş verə bilir. Zəhərlənmələrdən qorunmaq üçün gigiyena qaydalarına, bişirmə, saxlama qaydalarına əməl etmək lazımdır. İsti havalarda tez xarab olan məhsullardan ət məhsulları, süd məhsulları, balıq, konservləşdirilmiş qidalar, yağlı, kremli qidalardan istifadə olunması məsləhət deyildir. Əsasən isti havalarda məsləhət olar ki, bol maye qəbul olunsun, yüngül qidalar, meyvə tərəvəzlərdən istifadə olunsun. Bişirilmiş qidaların 1-2 saatdan artıq çöldə saxlanılması, bəzi tərəvəzlərin, xüsusən də kəsilmiş qarpızın, yemişin açıq şəkildə soyuducuya qoyulması düzgün deyildir. Zəhərlənmə əlamətləri qida qəbulundan 1-6 saat sonra biruzə verir. Əlamətlər ürək bulanma, qusma, qarında tutma şəkilli sancılar, halsızlıq, baş ağrıları, hərarət olur. Bu əlamətlər biruzə verən zaman ilk növbədə bol maye qəbul olunması tövsiyə olunur ki, bol maye bədəndən toksinləri xaric edir. Ev şəraitində həkim təyinatı olmadan dərman qəbul etmək, müalicə olmaq məsləhət deyildir. Xüsusən uşaqların, hamilə qadınların, yaşlıların ev şəraitində müalicəsi yol verilməzdir. Əks halda ciddi ağırlaşmalar baş verə bilər.